أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. سبحان الذي أسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير. وآتينا موسى الكتاب وجعلناه هدى لبني إسرائيل ألا تتخذوا من دوني وكيلا ذرية من حملنا مع نوح إنه كان عبدا شكورا. وقضينا إلى بني إسرائيل في الكتاب لتفسدن في الأرض مرتين ولتعلن علوا كبيرا. صدق الله العظيم. Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə qonağınızıq. Bugünkü verilişimizin qonağı çox dəyərli ilahiyyatçımız, ilahiyyatçı pedaqoq Fuad Quliyevdir. Fuad müəllim, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Təşəkkür edirəm Araz müəllim. Necəsiniz? Təşəkkür edirəm, Allah razı olsun. Sizlər də yaxşıdır inşallah. Elhamdülillah, Allah razı olsun, biz də yaxşıyıq. Necə gedir oruc? Elhamdülillah, Allah sizlərdən razı olsun. Öncəliklə Minbər TV-yə dəvət etdiyinizə görə sizə və komandanıza təşəkkür edirəm. Ramazan ayımız xeyirli olsun, mübarək olsun. İnşallah bu gözəl ayı öz bərəkəti ilə, öz ruzisi ilə necə deyərlər, ölkəmizə, xalqımıza inşallah bir bərəkət gətirər. Daha belə fərqli bərəkətlərin necə deyərlər, açılmasına səbəbiyyət verər və görürük günlük həyatımız axışı içərisində də elhamdülillah insanlarımız oruç tuturlar, ibadətlərini yerinə yetirməyə çalışırlar. Çox fərqli bir canlılığın olduğunu hiss edirik. Bu da istər-istəməz belə gözəl bir mənəvi havanın formalaşmasına zəmin təşkil edir və insan daxilən bir ruhən bir rahatlama hiss edir. Zaten Ramazanın gözəlliyi də odur. Yəni tək başına edilən bir ibadət kimi əlbəttə ki, fərdi tərəfi var. Amma əsasən də ibadətlərin elə bir gözəlliyi var. Bu sadəcə orucla əlaqəli bir hal deyil. Bütün ibadətlər, yəni paylaşıldığı zaman, birlikdə
keçirildiği zaman, qeyd edildiği zaman fərqli bir təcəllisi olur. Və bu da bizim mənəvi halımıza, mənəviyyatımıza birbaşa da təsirini göstərir Allahın izni ilə. Allah razı olsun. Belə bir sual vermək istəyirdik ki, əlbəttə ki, Quran-ı Kərim, ümumiyyətlə İslam dini, insanı tərbiyə ediciliyi baxımından çox əhəmiyyətlidir. Bu tərbiyə metodlarının arasında da bir də oruc var. Bu Ramazan ayında bizim icra eləməyə, yerinə yetirməyə çalışdığımız oruc ibadəti. Niyə görə oruc? Bəli. Orucu nə üçün tuturuq? Tutmalıyıq. Belə də sual verirlər. Əslində sual çox məzmunlu bir sualdır, amma biz müəyyən qədər ana başlıqları ilə inşallah mövzuya təmas etməyə çalışaq. Allah Teala bizdən bir şeyi tələb edirsə, onun buna möhtac olduğundan deyil, tam əksinə yaratmış olduğu bəndələrinin onun rızasını qazanmaq üçün bu vasitələrə ehtiyacımız olduğundan dolayı bizə onu mükəlləf qılmışdır, bizi məsul tutmuşdur. Bütün ibadətlər belədir baxdığımız zaman. Həcci də belədir, zəkatı da belədir, namazı da belədir, günlük qıldığımız namazda. Və həmçinin mübarək mövsümdə olduğumuz Ramazan ayının belə deyək, tələbi olan oruç da. Oruç da insanın belə deyək, Allah ilə necə deyirlər, qovuşması, Allahın rızasını qazanması üçün ən gözəl vasitələrdən biridir. Oruc nə üçün tuturuq? Oruc Allah Teala istədiyi üçün tuturuq. Yəni bizə onun faydalarını yüzlərcə, bəlkə minlərcə faydalarını saymaq olar. Amma mən başda onu xüsusilə vurğulamaq istəyirəm ki, Allah Teala bizdən oruç tutmamızı istədiyi üçün biz də oruç tuturuq. Amma bunun arxasında nələr yatır, nə cür hikmətləri var, səbəblər nə ola bilər? Bunlar, belə deyək, bir çox elmi nöqteyi nəzərindən izah edilə bilər ki, həqiqətən bugün baxdığımız zaman gəldiyimiz nöqtədə elm insanları, psixoloqlar, pedaqoqlar, bioloqlar, fizioloqlar, bütün necə deyərlər, elm əhli orucun nə qədər faydalı bir əməl olduğunu, nə qədər faydalı bir iş olduğunu üzərində durmuşlardır. Və bizim üçün burada əsas əlbəttə ki, maraqlı olan işin mənəvi tərəfidir. Oruc bir ucalma vasitəsidir. Oruc insanın Rəbbi ilə qovuşma vəsiləsidir. Oruc tutan insan əlbəttə ki, bəzən biz sağlıq baxımından dəyərləndiririk. Əlbəttə ki, çox vacib məsələdir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədis şəriflərində oruç tutan şəxsin sağlığa qovuşacağını, belə deyək ki, umulduğunu qeyd edir, buyurur Peyğəmbərimiz. Oruç tutun ki, səhhət tapasınız deyə. Bu öz yerində. Amma bir tərəfdən bu proses gedərkən, belə bir şey hədəflənərkən, digər tərəfdən daha ülvi bir məqsəd naminə oruç tutulur. Oruç tutan insan bir yandan aclıq hiss edərkən, digər tərəfdən, daha doğrusu aclıq halı yaşayarkən, bunu sadəcə Ramazan ayında deyil, Ramazan xaricində məhz o aclığı yaşayan insanların halından anlamağa başlayır. Bu çox önəmli bir məsələdir, Araz müəllim. Bəzən siz təsəvvür edin ki, gün ərzində sizin normal vaxtlarda yemə, içmə imkanınız var ikən, Ramazan ayı içərisində siz ondan məhrum qalırsınız. Və məhrum qaldığınız anda yavaş-yavaş müəyyən şeylər hiss etməyə başlayırsınız. Yəni, bu vücudunuzda gedən proseslər sizə bəzi mesajlar, beyninizə, sinir sisteminə bəzi mesajlar göndərməyə başlayır. Hətta çox mesajlar göndərir. Ac olanda sanki insan daha yaxşı iyi bilir, daha yaxşı sanki görə bilir, daha yaxşı eşidə bilir. Təfəkkür edə bilir. Bəli. Onların da hər birinin özünə görə açıqlaması var əlbəttə ki. Doğrudan da bəzən bunu insanlar belə halsızlıq kimi, oruç tutdum, artıq yavaş-yavaş belə fərqli hisslərə qapıldım kimi tələffüz etsə də, orada deyək ki, il ərzində cəmi 30 gün, 29-30 gün oruç tutmağa niyyətlənirik. Amma insanlar var ki, siz təsəvvür edin ki, illər boyu, aylar boyu, yaşadığı həyat boyu daim aclıq içərisindədir, səfalət içərisindədir. Nəyisə əldə etmək üçün, belə deyək, çox çalışır, çox vuruşur, bir qarın ac, bir qarın tox, məhz o vəziyyətə düşmüş insanların ən azından halını anlamağa çalışırıq biz. Bu hər zaman baş verərmi? Hər zaman baş verməz. Bunun baş verməsi üçün, yəni o halı anlaya bilməmiz üçün, burada əsas məsələ Araz müəllim, insanın o
idrak qabiliyyəti ki var, təfəkkür qabiliyyəti ki var, Bəli. o mexanizmlərin işə düşməsi lazımdır. Onlar işə düşmədikdən sonrasında sabahdan axşama ac qalaq. Biz sadəcə imsak ilə iftar arasında belə deyək, mədəmizi ac tutmuş olasıyıq. Burada Allahın bizdən tələb etdiyi oruc ibadətində eyni zamanda o həmin acları da düşünməmizi bir mənada tələb edir. Düşündüyümüz zamanda həqiqətən o zaman Allahın bizə nə cür nemətlər vermiş olduğunu və bu nemətlərdən də biz özümüzü Allahın bizdən istədiyi üçün uzaq durduğumuzu o zaman dərk etməyə başlayırıq. Və orada müəyyən açılımlar, mən deyərdim ki, başlayır. Bir mötəzə içərisində bir söz soruşmaq istəyərdim. Bəzən çox, siz dediyiniz, hal-hazırda qeyd elədiyiniz orucun hikmətləri arasında acların, yoxsul insanların halını başa düşmək orucun mahiyyətlərindən biridir, hikmətlərindən biridir. Bunu insanlara çox vaxt deyəndə bir də soruşurlar ki, bəs varlının halından başa düşmək üçün bir kasıb niyə görə oruc tutsun? Bəzən mən elə insanlara, çünki bunu deyəndə bu videoyu izləyən insanlar arasında da belə bir sual ortaya atmış və beyni ondan qurcalamış insanlar ola bilər. Varlı kimə deyilir müəllim? Hər istədiyini, istədiyi vaxt ala bilənmi? İstəklərini sınırlaya bilənmi? Ümumiyyətlə varlı kimdir müəllim? Araz müəllim, əslində bu cür məsələn belə deyək də, ictimai sinifləndirmə, kateqoriyalaşdırma ilə bəzən istər-istəməz belə qarşılaşdırıq edirik. Bir kərə bunu bilməmiz lazımdır ki, Allah Teala zənginliyi, kasıblığı və s. bizlərə imtahan olaraq, imtahan vəsiləsi olaraq verir. Biz buna iman etmiş insanlarıq. Heç bir zaman, heç bir cəmiyyətdə bütün, belə deyək ki, o insanların eyni təbəqəyə mənsub olması mümkün deyildir. Burada müəyyən fərqliliklər olacaq ki, biz o cəmiyyəti təşkil edən insanlar biri digəri ilə müəyyən qədər həm münasibətlər qursun, həm birinin digərinə işi düşsün, həm də biri digəri ilə imtihan olunsun. Mən əslində bu üçüncü bənd üzərində daha çox durardım. Kiminsə zəngin olub, kiminsə fağır olması əslində bir-birimizə qarşı müəyyən qədər Allahın bizim qarşımızda qoymuş olduğu öhdəliyi yerinə yetirməmiz baxımından önəmli bir imtihan vəsiləsidir. Zəngin zənginliyini imtihanını verəcək, kasıb da kasıblığın imtihanı verəcək. Orada göstərəcəyi itayəti məhz o imtihanı qazanması üçün ən böyük, belə deyək, bir anlayış olacaq. Bunu dərk etdiyi zaman zəngin Allahın ona vermiş olduğu mal varlığına görə Allaha çox şükür edəcək və şükrün də gərəyi olaraq nə edəcək? Malını daim kasıblara verəcək, təqdim edəcək. Onların problemlərinin həlli üçün, onların belə deyək, yaralarına məlhəm olması üçün verəcək. Zəkat, sədəqə, məsələn, bundan ötürü var, elə deyilmi? Və bəzən bizi yanıldan müəyyən şeylər olur ki, niyə filan kəs zəngin oldu, biz kasıb olduq və s. Bu yanlış bir baxışdır, yanlış bir, mən deyərdim ki, anlayışdır. Bunu da Allahın, belə deyək, o insana bəlkə də bir lütfu da görmək lazımdır. Əslində belə bir yanaşma var bizim İslam mədəniyyətində. Buyurulur ki, siz, belə deyək, maddi baxımdan özünüzdən daha yuxarıda, yaşam tərzi sizdən daha lüks olan, daha yüksək səviyyədə olan insanların həyatına deyil, sizdən daha aşağıda olan insanların həyat tərzinə baxın ki, o zaman daha da rahatlayacaqsınız. Bizim bəlkə də bugün ən çox qarşılaşdığımız cəmiyyətdə problem kimi qarşımıza çıxan məsələlərdən biri bu deyilmi? Belə deyilmi? Biz daim yuxarıları hədəf olaraq görürük. Özümüzdən belə maddi cəhətdən, mənəvi cəhətdən demirəm də, kaş belə bir şey olsa, maddi cəhətdən daha üst səviyyədə yaşayan insanları özümüzə belə bir hədəf kimi görürük, məqsəd kimi görürük, elə olmağı arzuluyuruq. Və işin ən belə rahatsız edici tərəfi bizdən sonra gələn nəsil də bu şəkildə bu anlayışa sahib olur və o yaşam tərzini özlərinə belə hədəf kimi seçirlər. Bu çox təhlükəli bir şeydir, təhlükəli bir tendensiyadır. Burada da həqiqətən belə deyək ki, müəyyən qədər insanların diqqətli olması lazımdır. Hələ ailələrdə, məsələn, ailə daxili övlad tərbiyəsi prosesində bu cür şeyləri aşılanması lazımdır. İzah edilməsi lazımdır ki, o övladlarımız sabah həyata qədəm qoyduğu zaman bugün o sosial medyanın, ondan sonrasında o kapitalizmin,
belə deyək ki, özgürlük, hürriyyət adı altında bugün qarşımıza minlərcə şeylər, həyat tərzi çıxır. Bu şeylər onların həyatını zəhərləməsin, onların həyatını bərbad etməsin. Allahın vermiş olduğu, İslam mədəniyyətində ən gözəl düstur budur. Allahın vermiş olduğu imkanlarla, maddi və mənəvi, heç fərqi yoxdur. Bununla kifayətlənmək demək istəmirəm. Əlbəttə ki, insan yaşayacaq, vuruşacaq, çalışacaq, halalından Allahın bizim üçün təyin etmiş olduğu o halal ruzi ilə irəli getməyə çalışacaq. Amma burada, belə deyək, İslamın, dinimizin qadağan etdiyi yollara və metodlara əsla müraciət etməyəcək, əsla oralara girməyəcək. Çünki o zaman əsas o ilahi hədəf ki var, Allahın rızasını qazanmaq və axirət mükafatını əldə etmək, o zaman o məqsəd zədələnmiş olar və bu da insanı uçuruma aparıb çıxaran şeydir. Bu şeylərdə diqqətli olmaq lazımdır və Ramazan da mən deyərdim ki, digər aylardan, digər dönəmlərdən fərqli olaraq məhz bu cür bizi aldadıcı, bizi yoldan çıxarıcı, bizi nə bilim içəridə, daxildə mənfi güclərin hərəkətə keçirən müəyyən şeylərin cilovlanması üçün, o duyğuların cilovlanması üçün ən gözəl mövsümdür. Acların halından anlamaqla məsələ bitmir. O zaman siz, çünki zəngin birisi oruç tutduğu zaman acacaq, amma yeyə bilmir. Çünki Allah Teala ona əngəl qoyub. Bu saata qədər, bu vaxta qədər yeyə bilməyəcəksən. O zaman düşünəcək ki, hə, demək ki, dünyanın o bir ucunda əziyyət çəkən, bir parça çörəyə ehtiyac duyan insanın halı demək ki, buymuş. O zaman əlindəki malının da dəyərini bilmiş olacaq. Zəkatı, bu səfər zəkatla bağlı suallar da doğrulacaq beynində. Sədəqənin nə olduğunu araşdıracaq və o zaman malından bu səfər verməyə başlayacaq. Bax, Ramazanın bu cür faydaları var ki, insanı, mən deyərdim ki, Ramazanın ən böyük faydalarından biri insanı təfəkkürə sevq edər. Təfəkkür etməyən insan başarısız olacaqdır. Çünki Allah Teala Quran-ı Kərimdə dəfələrlə, bir çox yerdə ibrətamiz misallar çəkərək, yəni kainatın yaradılışından, ondan sonrasında belə insanlar arasında cərəyan edən hadisələrdən bəhs edərək və sonunda düşünməzlərmi, zikr etməzlərmi, təfəkkür etməzlərmi, tədəbbür, təzəkkür və s. ifadələr keçir. Bunlar boşuna söylənmiş şeylər deyil. Yəni biz avtomatlaşdırılmış rejimdə bir həyat yaşamırıq ki, sadəcə bir yol var və o yol üzrə biz istiqamət üzrə hərəkət edək və orada müəyyən işarələr və o işarələrlə hərəkət edək və hədəfə gedib çataq. Xeyr, o çizilmiş yolda qarşımıza bir sürü əngəllər çıxacaq, bir sürü maneələr çıxacaq. O maneələri aşmaq üçün Allah Teala bizə ağıl neməti verib. O ağıl neməti ilə o müəyyən qədər qabiliyyətimizi, necə deyirlər, dövrəyə soxaraq oradan qurtuluşa nail olmağa çalışmaq lazımdır, mən deyərdim ki. İnşallah. Başqa orucun hansı, belə deyək, insana əlbəttə ki var, şükür vəsiləsidir. Araz müəllim, bugün mən deyərdim ki, dünyada baş verən bu böhranın, iqtisadi böhranların insanın yaşaması üçün əlbəttə ki, iqtisadiyyata ehtiyacı vardır. Mala, mülkə ehtiyacı vardır, elə deyil mi? Yəni biz biolojik varlığımızı sürdürə bilmək üçün günlük yeməliyik, içməliyik, qazanmalıyıq, işləməliyik və s. Amma bəzən əlimizə Allah Teala bir çox şey verdiyi halda daha çox arzulayırıq. Burada şükür məfhumuna mən xüsusilə diqqət çəkmək istəyirəm. Şükrün azlığı, mən deyərdim ki, küfrə aparıb çıxarır. Yəni, insan az şükür edincə, əlindəki nemətin də alınmasına səbəb ola bilir. Dolayısıyla, yəni, ayət kərimədə buyurulduğu kimi, uca Rəbbimiz buyurur ki, əgər şükr edərsəniz, sizə olan nemətimi artıraram, bol-bol artıraram. Nemətin təqdiri Allahın ixtiyarında olan bir şeydir. Yəni, biz müəyyən şeyləri arzu edə bilərik, amma verib-verməməsi, çox verib, az verib-verməməsi onun ixtiyarında bir şeydir. Yəni, bizə görə nisbi olan bir şey Allah qatında çox fərqli bir anlamlar ifadə edir bu mənada. Və ayət kərimənin davamında da əgər nemətə qarşı nankörlük etsəniz, kəfərə ifadəsi işlədir orada, küfr etsəniz, yəni verilən neməti heçə saysanız, o zaman da mənim sizə olan əzabım çox qüvvətlidir buyurur. Bu çox müthiş bir ayət kərimədir.
müthiş bir düsturdur. Bu düsturu bir insan həqiqətən həyatına tətbiq edə bilsə, Allahın ona vermiş olduğu malı, mülkü onunla yetinsə, Allah Teala bu şükrünə qarşılıq da artıracağını zaten vəd edir. Amma Allah qorusun, əksini naşükürlük edəcəyi zamanda əzabıyla, şiddətli əzabıyla, belə deyək, bu mənada təhdid edir. Bunun göz ardı edilməməsi lazımdır. Ramazan bir əxlaq məktəbidir, Araz müəllim. Ramazan bizim əxlaqi təkamülümüzü təmin edən, bizə müəyyən dəyərləri təlqin edən bir mövsümdür. Əli açıqlıq, səxavət, gözəl davranış, təbəssüm, yetimlərin başını oxşama, xəstə ziyarəti, bu cür əməllər bu ayda xüsusilə mən deyərdim ki, çox tez-tez edilməsi lazımdır. Yəni, bugün elə insanlar var ki, cəmiyyətdə bəlkə də kimsə onların qapısını açmır. Elə deyilmi? Kimsəsi olmayan insanlar var. Bəlkə qocalar evi ola bilər və ya yetim uşaqlarının saxlandığı yerlər ola bilər. Uşaq evləri ola bilər, körpələr evi ola bilər və yaxud elə evdə daim bir, belə deyək, bir yatağa məhkum olmuş insanlar ola bilər. Onların bəlkə də qapısını döyüb, gücümüz nisbətində əlimizə bir şeylər alıb Allahın verdiyindən onların könlünü xoş etmək bu ayda mən deyərdim ki, ən vacib əməllərdəndir. Və o zaman üzr istəyirəm, bu işin də həm maddi yönünə, həm mənəvi yönünə daha diqqət eləyərəkdən yanaşılarsa. Çünki məsələn bu Ramazan ayında insanlar bağlamalar içərisində bir-birinə müəyyən hədiyyələr aparırlar, ərzaq aparır məsələn. Amma bir insanın istədiyi bir də oturub onunla bir hal-əhval tutulması, bir necə sən sualıdır yəni. Bu işin bu tərəfi də var. Siz çox gözəl vurğuladınız ki, məsələ burasındadır ki, bəzən də bəhanələrə sığınırıq. Bəli. Yəni, mənim imkanım olsaydı belə edərdim. Bəli. Yəni, müəyyən qədər borclarım var, bu borclarımı ödəyim, ondan sonra bir balaca düzlüyə çıxım, ondan sonra bəzi planlarım var. Bəli. Edəcəm deyir, edəcəm. Bəli. Bu əslində bir möminin əslində çox da dilinə dolamaması gerəkən şeydir. Peyğəmbərimiz də bunu qadağan edir. Mümkün mərtəbə xeyir işi gücü nisbətində, vaxtında, zamanında və bir an əvvəl etməsi lazımdır. Bəli. Və əslində bununla əlaqəli sizin o sualınız da çox yerinə düşdü. Gözəl bir söz var, o ağlıma gəldi. Bəzən bəzi şeyləri imkanla ölçürük. İmkanım olsaydı belə edərdim və ya indi imkanım yoxdur və s. Deyir ki, 3 şey vardır ki, 3 şeyə ehtiyac olmaz. Eşqə hüsn gərəkməz, eşqə hüsn lazım deyildir. İkincisi, igidliyə cüssə lazım deyildir. Üçüncüsü də səxavətə, əl açıqlığa, mal-mülk lazım deyildir. Üçüncüsünün üzərində duraq. Əgər bir insan kiməsə nəsə bir şey etmək istəyirsə, mütləq əlində bir şey olmasına ehtiyac deyildir. Yəni, gedib ona səmimi bir şəkildə nə üçün ziyarət etdiyini açsa, desə, bir yetimdirsə, yetimin başını sığallasa, xəstədirsə, onun başının üstündə durub, onunla biraz zaman keçirsə, onun dərdinə şərik olsa, onu biraz dinləsə, çünki o insanların daha çox danışdıqlarını dinləməyə ehtiyacı var. Bunu zaman-zaman biz qarşılaşdırıq edirik. Dolayısıyla orada mala, zənginliyə ehtiyac yoxdur, əl açıqlığa. Bu mənada mala ehtiyac yoxdur. Siz könlünüzü açaraq, siz qəlbinizi açaraq, mənəvi dünyanızı açaraq gedib o insanlara yenə də yaralarına məlhəm ola bilərsiniz. İnsanlar var ki, əli dolu gedər, amma qəlbləri boşdur. O boş qəlb o insana heç bir şey verməz. Yəni, sizin onun evinə götürəcəyiniz, aparacağınız, deyək ki, bir qutu ərzaq, bəlkə də günlərlə orada qalacaq. Onun sizdən aldığı o mənəvi həzzi tam hiss etmədiyinə görə, onu yaşamadığına görə sizin ziyarətiniz orada biraz cılız qalar, zəif qalar. Amma dediyimiz kimi insan da var ki, qəlbi doludur, gözü doludur, gözü toxdur, üzündə, çöhrəsində təbəssüm vardır. O müsbət enerjisi ilə o ziyarət etdiyi insanı bəlkə də şəfa tapmasına vəsilə olurlar. Zaman-zaman belə maraqlı hadisələrlə də qarşılaşırıq. Çox bu yaxınlarda dəyərli bir dostumuzu ziyarət etmişdik. Uzaq yerlərdən də bir qonağımız var idi. Getdik, ziyarət etdik. O qədər məmnun qaldı ki, yəni heç bir şey almadıq. Yəni sadəcə belə getdik, bir anda rahatsız olduğunu hiss etdik və ziyarət etdik. Və dəfələrlə qeyd elədi ki, inanın ki, dedi, mən sanki bir neçə kurs müalicə götürdüm və müalicə olunduğum kimi.
daxilimdə elə bir hiss yarandı. Təsəvvür edin ki. Əli boş getmişdik. Yəni elə filan qədər pul götürək və ya yardım götürək, belə bir şey deyil. Çünki o insanın da bizə baxışı, insanların baxışını bildiyimizə görə, ona görə bu cür şeylər həssas məsələlərdir. Oruc bir də bizə deyir ki, insanın bir maddi mədəsi olduğu kimi ondan daha yaxşı doya bilən və daha yaxşı yeməklərdən həzz ala bilən, daha yaxşı insanı gümrah eləyə bilən, daha tox eləyə bilən bir də mənəvi mədəsi var imiş. Bəli. Yəni sizin danışdığınız bu hadisə də məhz onun sübutlarından biridir. Ramazan ayı, oruc ayı məhz o bizim mənəvi, necə deyərlər, o qabımızın, mədəmizin müəyyən tutumu olan o mənəvi şeyin doldurulması üçün ən gözəl fürsət ayıdır. Bu cür şeylər bizi daha çox, yəni bunu müsbət mənada söyləyirəm, həyata bağlayır. Həyata bağlayır nə mənada? Allahın rızasına uyğun bir həyat tərzi sürmək və bu həyatı sürdürərkən də üzərimizə düşən o mükəlləfiyyətləri, o vəzifələri, bunları yerinə yetirmək. Çünki biz sadəcə öz fərdi həyatımızı tənzim etməklə, günlük həyatımızı sürdürməklə mükəlləf deyilik ki, bizim baxmaqla mükəlləf olduğumuz həm ailə fərdlərimiz var, həm ümumiyyətlə cəmiyyətin müəyyən belə mənsub olan insanlar var ki, onlardan da məhsuluq biz. Yəni bir yerdə bir hadisə baş verirsə, biz başımızı oradan çevirib gedə bilmərik. Bir yerdə bir haqsızlıq varsa, bir yerdə bir kiməsə qarşı belə deyək, bir nalayiq bir hərəkət varsa, üsuluna görə belə hər hansı bir aqressiyaya baş vurmadan orada müəyyən prinsiplər çərçivəsində bəlkə də müdaxilə etmək lazımdır. İmanımız bizdən bunu tələb edir. Yəni Ramazan əslində bütün bu anlatdıqlarımızın mən xülasəsi olaraq bunu deyə bilərəm ki, Araz müəllim, həqiqətən sözün əsl mənasında bir qurtuluş mövsümüdür, bir nicat mövsümüdür və hələ əgər bir ailədə yaşlı atamız, anamız, nazını çəkməmiz gerəkən, baxmaqla mükəlləf olduğumuz insanlar varsa, onların da rızasını qazanmaq üçün nə gözəl bir mövsümdür. Hər kəsin bildiyi məşhur o hədis-i şərifdə də buyurulduğu kimi Peyğəmbərimiz nə gözəl buyurur. Atası, anası həyatdaykən Ramazana yetişib də əgər onların rızasını qazanmadan bu dünyadan köçənə burnu yerlə sürünsün, səhv eləmirəmsə hədis-i şərifdə belə buyurulur. Bu həm bir təhdidi ehtiva edir, həm də bir müjdəni ehtiva edir. Ona görə bizim bu dünyaya gəlməmizə vəsilə olan atalarımızı, analarımızı, böyüklərimizi bu mənada Ramazan ayında daha çox onların xidmətində, qulluğunda durmamız, onların könüllərini xoş etməmiz lazımdır ki, Allahın da rızasını o zaman qazanmış olaq. Bütün bunları belə deyək, bir xülasə şəklində deyəcək olsaq, ümumiyyətlə bir möminin həyatında Ramazan ayı əsla belə səthi bir şəkildə keçirilməməsi gerəkən bir mövsümdür. Çünki bir qüdsi hədisdə möminin bütün əməlləri onundur, ona aiddir. Amma orucun savabı isə mənə aiddir. Hədisdə o ənə əczi bihi buyurur. Onun savabını nə qədər iddialı, nə qədər belə möhtəşəm bir müjdənin təzahürüdür, elə deyilmi? Oruc, möminin oruc savabı mənə məxsusdur və onun savabını mən verəcəm. Əczi bihi, yəni onun qarşılığını, müqabilini mən verəcəm. Yəni Allahın bundan başqa nə deməsi lazımdır? Lütfü genişdir yəni. Lütfü genişdir. Günahları ona vəzifə bağışlaya bilər. Hansı şəkildə daha ifadə edilsin, yəni yalnız orucu oradan istisna edib bu şəkildə buyurulması müthiş bir, belə deyək, nemətin fərqində olmamızı tələb edir. Yetər ki, rızasını umaraqdandır. Rızasını, əlbəttə ki, yəni burada əsas savabına, qarşılığına bütün işlərin başında ixlas durur, səmimiyyət durur. Kimsə oruç tuturam, kimsə belə biraz zəifliyim, başqa məqsədlərlə tutulan oruç əsla oruç deyildir. O sadəcə bəlkə də sağlamlıq məqsədilə tutmuş ola bilər, amma orucun içində sağlamlıq vardır. Amma əsas məsələ orada Allahın rızasını qazanmaq, rızasına nail olmaq, onun axirət mükafatını, axirət tərəfində düşünərək Allahın izni ilə bu şəkildə həyatını tənzim etmək. Və ümid edirik ki, insanlarımız, inanclı insanlar
Ramazanın tələblərini yerinə gətirməyə cəhd edən insanlar işin arxa planını bu şəkildə düşünərək, təfəkkür edərək, necə deyirlər, başımızı iki əlimizin arasına qoyaraq Allahın verdiyi, bizə bəxş etdiyi bu ömrü, bu düsturları tətbiq edərək yaşamağı mütləq şəkildə özünə bir hədəf olaraq qoyacaq. Ömür həqiqətən həyat gəlib keçici bir şeydir. Araz müəllim, baxdığımız zaman hər gün müəyyən şeylərlə qarşılaşırıq və bəzi şeylər həqiqətən çox gec ola bilir. Yəni artıq bir mərhələyə çatandan sonrasına artıq bir çox şeyə əliniz çatmır. Nə sağlıq cəhətindən, nə mənəvi cəhətdən, zahir, batin və s. bir çox şey etməyə çalışırsınız, amma əlinizdən gəlmir. Çünki yaş orada özünü göstərir. Yəni, bəlkə daha çox namaz qılmaq istəyəcəksiniz, amma vücudunuz, sağlığınız sizə əl verməyəcək. Allah qorusun, bəlkə də bir xəstəlik vəsiləsi ilə yatağa məhkum qalacaqsınız, səcdəni arzulayacaqsınız, elə deyilmi? Və yaxud içinizdən zamanında zəngin olmuşsunuz, amma bir şəkildə malınız, mülkünüz əlinizdən çıxıb artıq zəkat, sədəqə verə biləcək durumda deyilsiniz, ah, kaşke deyəcəksiniz. Bu çox təhlükəli bir şeydir. Ona görə Allahın vermiş olduğu həm zamanı, həm anı, həm də malı, mülkü, sağlığı, hər bir şeyi o anda dəyərləndirmək lazımdır. Çünki 10 saniyə sonra və yaxud sabah və ya bir neçə gün, bir müddət sonrasında başımıza nə iş gələcəyini, nə ilə qarşılaşacağımızı əsla bilə bilmirik. Odur ki, xüsusilə ibadətlər nöqtəsində inanclı insanlar, mömin olan kəslər məsələnin bu tərəfini mütləq şəkildə göz ardı etməməsi lazımdır. Allah razı olsun Fuad müəllim. Nə gözəl dediniz. Həqiqətən Azərbaycan tarixi oxuyanda mən 3-cü qrupa hazırlaşmışam. Universitetə hazırlaşanda. Orada Azərbaycana Monqolların yürüşü var. İlk yürüşləri kəşfiyyat xarakterli olub. Kəşfiyyat xarakterli deyildikdə, bunun sonradan bir müəllimimiz bizə açıqlamışdı onu. Deyir ki, nətər ki, Monqollar birinci kəşfiyyat xarakterli yürüş elədilər. Daha sonra nəyin işarəti idi o? Gələcək, işğal eləyəcək, buranı tutacaq, burada məskunlaşacaq, özünküləşdirəcək. Bir də deyir, bədənimizi xəstəliklər vəsiləsi ilə ölüm bir kəşfiyyat yürüşləri eləyir, deyir. Haramızı ağrıyır, deyir. Və o kəşfiyyat yürüşlərindən bir nəticə çıxaran adam önləm alacaq. O tədbirini alacaq, yəni. Bu Ramazan da bizə biraz daha tədbirli olmağı sanki öyrədir. Bu da bizə bir mesajdır, yəni. Bu ölümün qapı döyüntüləridir sanki. Ötən Ramazanda yanımızda olub, bu Ramazanda yanımızda olmayan insanlar var həyatımızda. Allah gəlmiş keçmişlərimizin hər birinə rəhmət eləsin. Necə ki, bir rəvayətdə Allah qorusun, cəhənnəm zəbaniləri deyir, soruşurlar ki, bir Ramazan belə mi görmədiniz, deyir. Yəni, bir dənə Ramazan mı rastlamadınız Ramazana? Yəni, əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm atəşindən qurtuluş olan bu Ramazan ayında Allah bütün günahlarımızı məğfirət eləsin inşallah. Çox dəyərli fikirlər söylədiniz. Allah sizdən razı olsun. Allah Teala xidmətlərinizə bərəkətlər ehsan eyləsin inşallah. Allah sizdən razı olsun. Çox gözəl xidmətlər görürsünüz Araz müəllim. Bu cür maarifləndirici proqramlara bugün həqiqətən çox ehtiyac var və saylarının da, ümumiyyətlə bu cür platformlarında sayın artması lazımdır ki, insanlarımız aydınlansınlar. Yəni, ola bilər ki, düzdür, bugün sosial media, internet və s. bir çox vasitələr var, amma bir də ruha xitab edən, birbaşa, belə deyək, onlara nüfuz edə biləcək müəyyən bəzi vasitələr var ki, onlardan daha geniş istifadə etmək lazımdır. Mən ümid edirəm ki, bu cür proqramlar və sizin bu cür təşəbbüsləriniz cəmiyyətimizdə müəyyən qədər milli mənəvi dəyərlərimizin düzgün təbliğ edilməsinə mütləq şəkildə xidmət göstərir, təkan verir və insanlarımız da bu sahəyə daha çox belə maraq göstərirlər. Allah sizlərdən razı olsun. Dəvət etdiyinizə görə də mən sizə təşəkkür edirəm. Çox sağ olun hocam. Allah razı olsun. Allah canınızı sağ eləsin. Allah razı olsun. Bununla da növbəti bir Ramazan söhbətləri verilişimiz yekunlaşdı. Allaha əmanət olasınız. Növbəti Ramazan söhbətləri verilişlərində görüşmək ümidi ilə. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah
أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا